Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun müxalifət bloku olan Ermənistanın rəhbəri və ölkənin keçmiş prezidenti parlament seçkilərində namizəd Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsi və onun məsuliyyətə cəlb edilməsi barədə tələbini təmin edib. Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın toxunulmazlığından məhrum edilməsinə və cinayət təqibinin başlanmasına razılıq verib. İş 2004-cü ildən 2009-cu ilə qədər olan dövrə vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasına aiddir, deyə Köçəryanın vəkili jurnalistlərə bildirib. Ermənistan Baş Prokurorluğu keçmiş prezident və onun böyük oğlu Sedrak Köçəryanı 2004-cü ildə Yerevanda qanunsuz torpaq sövdələşməsində iştirak etməkdə və prezidentin səlahiyyət müddəti bitdikdən sonra ərazidə təsis edilmiş özəl şirkətdə pay almaqda ittiham edir.